Göyçay rayon sakini Babayev Habil Paşaoğlu artıq 2 ilə yaxındır davam edən məhkəmə süründürməçiliyindən ciddi narazıdır. Habil Babayevin sözlərinə görə atası Babayev Paşa dünyasını dəyişdikdən sonra o, atasının məzarı üçün qara mərmər baş daşı sifariş etmək məqsədi ilə Ağdam rayon sakini, hazırda Göyçay rayonunun Hüngütlü kəndində yaşayan Vüqar adlı məzar ustasına müraciət edib. Usta ilə birlikdə Potu Şıxlı kənd qəbristanlığına gedilərək məzar yeri göstərilib və qara mərmərdən sinə daşı hazırlanması barədə razılıq əldə olunub. Bir müddət sonra usta məzar daşının hazır olduğunu bildirir. Lakin təhvil zamanı gözlənilməz məqam ortaya çıxır. Habil Babayev sinə daşını atistonla silərkən daşın rəngi axmağa başlayır. Beləliklə məlum olur ki, Vüqar adlı usta onu qara mərmər adı ilə sadə boz daşı rəngləyərək satıb. Bu açıq saxtakarlıqdan sonra Habil Babayev məhkəməyə müraciət edir. İşə Ağdam rayon məhkəməsində baxılır və daşın bir hissəsi ekspertizaya göndərilir. Amma üzərindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, hakim Məmmədov Rafiq Rəşidoğlu hələ də heç bir qərar çıxarmayıb. Şikayətçi bunu açıq süründürməçilik adlandırır. Nəticədə Habil Babayev məsələ ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Kərəm İsaoğlu Mansurova müraciət edir. O, Ağdam rayon məhkəməsindəki bu gecikməyə son qoyulmasını və Hüngütlü kəndində məzar ustası kimi fəaliyyət göstərən Vüqar adlı şəxsin əməllərinə hüquqi qiymət verilməsini xahiş edir. İndi isə gəlin şikayətçinin öz dilindən baş verənləri dinləyək. Mən Babayev Habil Paşaoğlu, Göyçay sakiniyəm. 2 il bundan qabaq Məmmədov Vüqarı qəbir daşı düzəldənin gətirdim, burada atamın qəbrinin üçün düzəltdireyim. Ona 2050 manat pul vermişəm. Mənim qəbrimi dediyim vəziyyətdə düzəltməyib. Boz mərmər daşı kraskalayıb, qara mərmər adına vurub bura. Bundan məni allatdı. Gəlib düzəltəcəm, düzəltməni sonra dedi pulu verəcəm. Pulumu da vermədi. Sonra işi verdim polisə və ondan sonra verdim Ağdam rayon məhkəməsinə. İl yarımdır Ağdam rayon məhkəməsi. Məni get-gələ salıb. Sonra dedilər göndər ekspertizaya. Sonra Ağdam məhkəməsi Rafiq Məmmədovun işimizə o baxırdı. Dedim onu göndər ekspertizaya. Öz vəsaitimdən 2 dəfə göndərdim, 1 dəfə qaytardılar. 2 dəfə göndərdim Ağdam məhkəməsinə. Artıq 4 ayda ekspertizaya mənim göndərdiyim daşları da vermir. Ağdam məhkəməsinə mənə deyirlər ki, sən zəng eləmişik, məktub göndərmişik. Gəlməmişsən, baxılmamış kimi işi saxlamışıq. Vüqar Şahinoğlu Hüngütlü kəndində girəndə o qaçqınların binasında olur. Bütün Göyçaylardan xahiş edirəm ki, onun düzəltdiyi qəbir daşı məhkəmi yoxlasınlar. O adam yalancıdır. Mənim başımı açdı, o heç kimin başını açmasın. Daşı kraskalı qara mərmərcə adı ilə cəmaatı sırayır. Xahiş edirəm bu işə yenidən baxılsın. Mən şəhədim Ağdam məhkəməsindən deyil, yarımdır məni süründürür. Atamın qəbri qalıb bu vəziyyətdədir. Satan da zəng edir ki, pulum verməmişəm, usta söküb. Xahiş edirəm bu işə geniş baxılsın.